Əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün Zirənin mədəni nəfəs aldığı mərkəzdə qonaqlarımızdan biri incəsənət sahəsinin gözəl müəlliməsi Əsmər müəlliməmizdir qonağımız. Bəli. Xoş gördük bir daha. Mən də xoş gördüm. Əsmər müəllimə, mən sizdən soruşmaq istəyərdim. Rəsm sevgisi sizdən hardan gəlir? Çünki mən elə insanlar görürəm ki, uşaq yaşından balaca bir karandaşla belə olsa, divarda, kağızın bir ucunda, yaxud ən balaca bir karandaşla, balaca bir pozanla nəyisə çəkib silməyi sevirlər və ən ani bir anda belə onu etməyə çalışırlar. Sizdə bu belə sevgi başladı, yoxsa zamanla özünüzü tanıdıqca bu ruhda olduğunuzu hiss etdiniz? Bəli. Bir daha sizə salamlayıram. Sizə təşəkkür edirəm. Mən də kiçik yaşlarımdan sizin dediyiniz kimi dəftərdə ya kitabda, bir qıraqda belə balaca rəsmlər çəkirdik. Məndə istedad var idi. Valideynlərim onu kəşf elədilər və məni Məzahir müəllimin yanına Nə gözəl, siz də Məzahir müəllimin yetirmələrindən birisiniz, çox gözəl. Bəli, və beləcə buraya başladınız. Bəli, inkişaf başladı və buraya qədər gəlib çıxmışıq. Sizə görə yerli rəssamlarımız, yəni Azərbaycan rəssamları, yoxsa xarici, Avropa rəssamları? Hər ikisinin də öz yeri var, amma mən öz millətimi çox sevdiyimə görə öz rəssamlarımızı daha üstün tuturam. Bunlardan biri bizdə ən tanınmış Sakit Məmmədovun adını çəkə bilərəm. O opalizm üslubunun yaradıcısı hesab olunur. Yəni bunu deyə bilərəm. Sizin daha çox müraciət etdiyiniz üslub? Mənzərəyə üstünlük vermişəm ən çox. Mənim ixtisasım teatr dekorasiya gedir. Bəli, səhnə qurmaq. Səhnəni quranda təkcə şəkli çəkdim, qaldı deyil. Orada hissiyatı vermək lazımdır, enerjini vermək lazımdır. Bizdə diplom işində Dante'nin Divina Commedia əsərini işləmişdim. Orada cənnət, cəhənnəm, əraf mövzusundan söhbət gedir. Bəli. Mən ona uyğun kompozisiya işləmişdim, hər üçünə uyğun. Və məqsədim o səhnəni işləyəndə məqsəd o idi ki, orada məsələn cənnətdə nədir? Yaşıllıq, gül, çiçək, açıq, təmiz bir rənglər, bəli. Amma cəhənnəm alov, yəni çirkin bir mühit, bəli. Bunu hamı bilir, bəli. Əraf da təmizlənmə yeri sayılır, bəli. Keçid mərhələsi belə deyək də, ərafdan cənnətə insanlar təmizlənir və ora keçirlər. Və mən burada enerjini, hissiyatı insanlara ötürmək istirdim. Yəni bunu mən özümdə diplom işi işləyəndə kəşf eləmişdim. Mənim əsas işim insana o enerjini ötürmək, auranı o insana ötürməkdir. Bizə də öncədən pyes verilir, yəni seçimlər verilir. Hansı pyesi seçə bilər? Mən də onu mənə ruhuma daha yaxın olduğuna görə həmin o mövzu Dante Divina Commedia, ona görə onu seçdim və düzdür, mənə görə biraz çətin idi, çünki çox uzun mövzu idi və mən onu kompozisiya işləmi, bunlar biraz çətin mərhələlərdir. Qıraqdan asan görünə bilər, amma bir rəssam üçün həm onu, həm zehnən ötürməlisən onu, həm də ruhən. Bu istedadınız sizə hardansa keçirmi? Çünki ya qandan qana keçir, yəni nəsildə, kökdə, irsdə, yaxud ailədə, kiçik bir həcmdə desək, ailədə biri olur ki, ilah ki ona o ruh keçir. Sizdə də bu birisi var? Son vaxtlar bu barədə düşünmüşəm əslində və belə bir qərara gəldim ki, buradan necə anam rəssam olmaq istəyib gənc yaşında. Amma atası icazə verməyib. Düşünürəm ki, anamın sayəsində mən gəlib çıxmışam bura və buna görə ona təşəkkür edirəm. Bəli, həm o mənə çox dəstək olub bu yolda həqiqətən. Nə gözəl. Anam olmasaydı mən gəlib çıxmazdım buralara qədər. Bəli. Anamın sayəsində o öz arzusunu mənim yolum, öz həyatımda
necə deyim, öz arzusunu reallaşdırıb. Rəsm sadəcə bir hobbi olsaydı, amma istedadınız olsaydı, başqa bir nə sahəyə yiyələnmək istəyərdiniz? Əslində bir çox sahələrə marağım var. Məsələn, həmişə deyirəm ki, həkim olmaq istəyirəm. Həkim görürəm ki, insanlara necə həm həkimlər məncə daha çox güclü olurlar. Psixoloji olaraq, çox çətindir, fiziki olaraq bir çox şeyləri görürlər insan, daha güclü olurlar. Həkim olmaq istərdim və çox vaxt mənə deyirlər ki, sənə psixoloq yaraşır. Sakitsən, çox belə danışanda insanlar rahatlaşdırırsan deyə. Bəli. Kiminsə dərdi olanda gəlir yanıma. Bunu mən hiss eləmişəm. Bəli, kimsə gəlir dərdini danışır. Düzdür, bu mənə ağır gəlir. Çünki bəzən insanların neqativ enerjisini daşımaq insana çətin gəlir, bəli. Amma ki, məncə bəzi insanlar şəfa vermək üçün yaranıb. İnsanlara şəfa vermək, insanlara sakitlik ötürmək üçün yaranıb. Bu missiyanı yerinə yetirməlidir. Rəsm çəkərək də insan şəfalana bilərmi? Bəli, şəfalana bilər. Yəni siz olurmu ki, əsəbləşirsiniz yaxud da qəmgin olursunuz? Olub. Nə tipdə bir janrda əsərlərə üst tutursunuz? Olub. O hadisə heç vaxt mənim yadımdan çıxmır. Bir məsələ olmuşdu. Mənə çox pis təsir eləmişdi, belə deyim. Çox əsəbləşmişdim. O zamanda da rəsm çəkməyə gedirdim. O rəsmi çox çətinliklə işləyirdim də. Hətta istəmirdim işləmək. Necə o gərginlik, o işi bir günə bitirdim. Yəni bir saatdan da az vaxtda bitirdim. Belə özümə təəccüblü gəlmişdi ki, mən bunu işləmişəm, yəni belə deyim. Əslində o yaxşı bir şey deyil mənə görə ki, insan öz mənfi enerjisini o rəsmə ötürür və tamaşaçı onu görür və o mənfi enerji tamaşaçıya ötürülür. Gərək öz ruhiyyəvi təmiz, yaxşı saxlayasan və təmiz, müsbət enerjini rəsmə ötürəsən. Çox sağ olun Nəsmə müəllimə. Bu gün sizin dəyərli fikirləriniz bizim üçün çox önəmli idi. Təşəkkür edirəm. Minnətdarıq gələn görüşlərə. Mən də sizə minnətdaram. Çox sağ olun. Siz sağ olun.